Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bu dəfəki Şənbə söhbətləri verilişimizdə Ədəbiyyat almanaxında yazı masası rubrikasındayıq və bu dəfə yazı masası rubrikamızın qonağı bizim gözəl yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl insan Azər Qismət olacaq. Yazı masası. Bugün Azər Qismət bizim studiyamızda qonaqdır. Salamlayıram sizi Azər müəllim. Salam, xoş gəlmisiniz. Ədəbiyyata gəlişiniz barədə, yəni ki, hansıları ki biz bilmirik, bilməyən tərəfləri var bu ədəbiyyata gəlişi, bu maraq sizdə hardan oyandı, uşaqlıq dövrlərinizə dönək və söhbətə başlayaq. Buyurun. Çox sağ olun, təşəkkür edirəm Aysel xanım bir də dəvətinizə görə. Ədəbiyyata başlamağım uşaqlıqdan oldu. Uşaqlıqda mənim yadıma gəlir ki, məsələn həyətdə ulduzlara baxardım axşamlar və yaxud quşların cikiltisinə baxardım və ondan hər hansı bir əhvalat uydurardım. Və belə və sonralar bəlkə atamın da rolu oldu. Nə mənada? Çünki atam o vaxtda abunə yazılmışdı qəzetlərə, Azərbaycan jurnalına, bir sıra qəzet. Mən yadıma gəlir İnşaatçı qəzeti vardı o vaxtda, sonra Ulduz vardı, Azərbaycan jurnalı vardı. Onları abunə yazılırdı və mən onları dərsdən sonra, dərsdən gələndən sonra oxuyurdum. Hardasa onların da böyük rolu oldu və mən başladım mən də yazmağa, ilk hekayələr yazdım. Düz həmin hekayələr indi qalmayıb. Çünki illər keçdikdən sonra başa düşürsən ki, yəni bir uşaqlıq hekayələr olub da, heç bir yəni peşəkarlıq olmayıb orada. Amma ilk qələm təbii ki, təcrübələri idi. Mən 1981-ci ildə Azərbaycan Pioneri jurnalı vardı. Oraya göndərdim hekayələrimi. Onlardan biri dərc edildi. Və hətta mənim yadıma gəlir ki, doğrudan da biraz ədəbiyyata, biraz poetikaya meylli insanları hardasa böyük sənətkarlar da qiymət verirdilər. Nəinki o hekayə çap olundu. Hətta bizə bir məktub gəlmişdi ki, Azər oğul, yəni davam elə. Səndə var, bu işıq var. O vaxt məktublar gəlirdi. Məktublar gəlirdi, hə. Halbuki məsələn fikirləşirəm göndərməyə də bilərdilər. Amma deməli o insanların içində də bir işıq olub ki, yəni bu cəmiyyət işıqlansın da, yəni bu uşağın içində işıq varsa, gəlin bunu həvəsləndirək, motivasiya verək. O məktub mənə böyük bir motivasiya verdi və yazıb yaratmağa başladım. Yazıb yaratmağa başladım. Və bir şey yaxşıdır ki, o bax hər şey Aysel xanım estafetlə ötürülür. Məsələn o insanlar motivasiya verdilər, həvəsləndirdilər, düzdürmü? İndi mən sən tutaq ki, hansısa gənc yazıçı məsələn yazır, bir balaca işıq görən kimi mən də onu həvəsləndirirəm. Niyə görə? Çünki estafet mən belə götürmüşəm. Mən kitabların adları ilə bağlı istəyirəm sizdən danışım. Məsələn, indi sizin bu yaradıcılığı araşdırdım. Sözün düzü mən köhnə kitablarınızdan xəbərsiz idim. Orada belə adlar var. Cuğullar. Sonra məsələn Dumanı başa düşdüm. Sonra yeni kitablarınızda da adlar qeyri-adidir. Qeyri-adidir. Hə, məsələn Cuğulların təqdimatında mənim yadıma gəlir ki, çoxdan gördüm pıçıldayır belə ki, Cuğul nə deməkdir? Cuğul nə deməkdir? Cuğul bizim doğrudan arxaik sözlərimiz var ki, onlar get-gedə yəni əldən gedir, onları işlətmək lazımdır. Çuğul Bakı kəndlərində daha çox işlənib. Çuğul ara vuran, bir insanı satan, ara qatan, satan. Satqın demək. Satqın da, hə. İndi məsələn satqın deyirlər, amma çuğul belədir ki, çuğul xəbərsidir, xəbər ötürən, ara qarışdıran, bu tipdə. Baxdım görüm çox gözəl sözdür və buna niyə görə işlətməyək ki biz? Kitab təqdimatlarınız fərqli keçir. Məsələn, bir kitab təqdimatınız heç vaxt yadımdan çıxmır, yeni il ərəfəsinə düşmüşdü və siz ona Şaxta baba çağırmışdınız. Sonra məsələn, kitablarınız çox maraqlıdır. Mən oxumağa başlayanda ki, söz insanı aparır və sən daima istəyirsən ki, orada nəsə axtarasan və sən ki, siz insanlarla, düzdür, bütün yazıçılar insanlarla, oxucuları ilə söhbət edirlər, amma siz sanki belə çox səmimi bir söhbətə başlayırsınız və belə bir ki, bir var dost kimi yanaşır. Məsələn, biz klassikdən adını çəkdik. Onları oxuyanda mən elə bir mötəbər insanın qarşısında oturub həyat dərsi keçirəm və mən fikirləşirəm ki, tutaq ki, həmişə ömür uzunu elə bir əsər oxumaq istəmişəm ki, o mənlə söhbət eləsin. Mən onun dünyasını araşdırmağa,
dünyasına yetməyə can atmayım da. Amma mən sizin əsərlərinizi oxuyanda, bu məndə Anarla Elçində də alınmışdı. Mən oxuyanda elə bilirdim ki, mənimlə söhbət edir, mənim həm yaşıdımdır. Bu yazıcı böyüklüyüdür əslində. Hər yaşda oxuyanda o. Mən onu sizdə gördüm, sizdə hiss etdim. Hekayələrinizi oxuyanda gördüm. Bir də İlqar müəllimdir, İlqar Rəsulda mən bunu hiss etmişdim. Hekayə məni aparır və mən onunla dost olurum. Sanki bir dostumla söhbət edirəm. Bunu bacaran yazıcı mənə elə gəlir ki, siz indi təvəzzökarsınız və bunu bacaran yazıcı mənə elə gəlir ki, əsl yazıcıdır. Yəni bunun artıq başqa bir məqamı yoxdur. İlbizlər adlı kitabınız var. Mən istərdim ki, bax bu kitablardan ən çox özünüzü yansıdan, öz xarakterinizi və həyat yolunuzu. Məsələn, Sabirabadda doğuldum, jurnalistikada oxudum, tələbə yoldaşlarınız və ömür uzun içinizdə olan qəribə bir özünüzə məxsus tənhalıq hissi. Mən bunu həmişə sizdə hiss etmişəm. Bu sizin kitablarınızın hansında sizinlə daha çox belə həmahəngdir, sizin naturanızla, sizin şəxsiyyətinizlə? Ayşəxan, bir şey deyim, məndə uşaqlıqdan həmişə içimdə belə deyim də, həmişə özümü danlamışam. Məsələn, bəzən elə olub ki, kiməsə hirslənmişəmsə, onu üzdə hiss etdirməmişəm də, üzdə özümə mədəniyyətlə cavab vermişəm o insana. Mən bəlkə də bilmirəm, yəni bürclərə elə də fikir vermirəm. Bəlkə o mənim tərəzi bürcümlə irəli gəlir. Yeri gəlmiş ki, İlqar Rəsul da tərəzi bürcüdür. Yəni bizdə, içimizdə hər insana uyğun danışıq tərzi var. Adam var ki, konkretdir. Avara adamla da elə danışır, mədəni adamla da elə danışır. Bizdə hər adama uyğun danışıq tərzimiz var içimizdə. Məsələn, mənim özümdə. Tutaq ki, mən avara adamla avara dildə danışa bilərəm və kriminal adamla kriminal jargonla danışa bilərəm. Mədəni adamla mədəni. Həddindən artıq elitar insanla elitar dildə danışa bilərəm. Bilmirəm, o artistlik deyil, o mənim yəni xüsusiyyətimdir. O əsərlərimdə də var. Onun başa düşdüyü dildə danışmaq istəyirsiniz də onunla, yəni necə? O necədirsə, baxırıq məsələn o xarakterinə görürəm ki, bu məsələn mən bununla axmaq adamdır da, bununla mədəni dildə danışsaq alınmayacaq. Başlayırıq biz oyuna elə axmaq dildə danışmağa ki, yəni o tuta bilək də, onu, yəni söhbətin bir qızıl bir ortaq yarada bilək. O artistlik deyil, o artıq mənim xüsusiyyətimdir. Məsələn, mənim elə əsərlərim var ki, həddindən artıq elitar əsərdir. Elə əsərlərim də var ki, həddindən artıq aşağı beyinli insan üçündür. Yəni belə bir şey də var. Baxın, mən bayaqki sual bir başqa cürdür. Yəni sizin məsələn hansı əsər uyğun gəlir? Sizə bəli. Bilmirəm, məsələn mən çoxları yazanda əhvalım o qədər gözəl idi ki, mən başladım dinamik yazmağa. Həmin vaxtlarda əhvalla bağlı deyil məndə. Amma məsələn mən İlbizləri yazanda, İlbizlər həddindən artıq çətin əsərdir. Hətta mən Tehran Əlişənoğlu bir dəfə oxudu, onu oxuya bilməmişdi, mənim yadıma gəlir. Bizim dostlara demiş ki, həddindən artıq çətin yazıb. O nədən irəli gəldi? Yəni yazıçının həyatında hər hansı bir hadisə onun əsərlərinə təsir edir. Mən 2012-ci ildə belə bir depressiya keçirdim, böyük bir depressiya keçirdim və mən depressiyadan çıxa bilmirdim. Güllər saxlamağa başladım, depressiya keçmədi, filmlərə getdim baxmağa, depressiya keçmədi və mən başladım çətin cümlələr olan əsər yazmağa. O qədər çətin ki, və mən başım qarışsın ona və mən depressiyadan çıxa biləm. Arası 5 səhifə belə yazdım. Çətindir, özümü o qədər çətinliyə salırdım və çətin, mürəkkəb, hətta mən yadıma gəlir bir cümlə bir səhifə idi. Bir cümlə, hətta ikinci səhifədə keçirdi də bir cümlə. Özümü qəsdən çətinliyə salırdım ki, depressiyadan çıxam. 5-ci səhifədən sonra baxdım, gördüm ki, nəsə elə bir əsər alınır. Get-gedə və Elbizlər əsəri yarandı. Yəni məsələn, yazıçının əhvalına görədir onun əsərləri. Mən bir dənə əsər özümə uyğun, öz ruhuma uyğun yazmaq istəyirəm. Bir əhvalda nə qədər qala bilir? Qala bilirəm. Məndə şeirdir deyə mən bilirəm ki, əhval gedir də. Depressiyada 2 il qalmışdım. Bilirsiniz, elə məsələn bir var ki, uşaqlıq xəstəliklərin keçirəndə, uşaq məsələn sarılıq xəstəliyin keçirəndə bu ağır gəlmir. Çünki uşaq üçün xarakterik bir şeydir də sarılıq və ya qızılca keçirmək. Ya məsələn böyük əgər sarılıq və qızılca onu ağır keçirir. Mən həmişə həyat eşqli bir insan olmuşam, üzü gülər bir insan olmuşam və qəfildən depressiyaya düşən adam və mən gec çıxdım. Adam var hər gün depressiyaya düşür, onun üçün asandır.
2 gündən bir düşür, 2 gündən bir Azər çıxır. mənim yeri gəlmişkən, bax bayaq dedim ki, jurnalistik fəaliyyətindən ədəbiyyatı Jurnalistika necə çətindir, qoruduq. bəli, çox çətindir. Bəs həyatda axı çətindir. Həyat o hamısına çətindir də bizim bu məişət problemlərimiz və yəni bir yol istəsəydə, istəməsəydə biz insanıq da, ruh deyilik ki, uça-uça yaşamır. Bilmir. O bəzən o qayğılara görə mən əsərlərimin çoxsunu yaza bilmirəm. Bəli, çox qayğılar da ədəbiyyatı yeyir. Bəli. Bizim məsləyimiz də digər seçdiyimiz məslək, çünki ədəbiyyatda müəyyən bir dərəcədə qazanc yoxdur, qonorarla yaşamaq olmur və mən fikirləşirəm ki, hər hansı bir işi də seçmək ədəbiyyatdan bizdən alır və həyat da ədəbiyyatdan. Yəni bizi bir mağarada otuzdurub demirlər ki, bu sizin çörəyiniz, suyunuz yazında. Belə bir komfort yoxdur. Və mən fikirləşirəm ki, insan nə dərəcədə mübarizə aparır ömrünü, hansı insan, yaradıcı insan. Mübarizə aparır və əsərlərini meydana gətirmək üçün öz oxucusuna çatdırmaq. O ailədə də başa düşməlidirlər də, yaradıcılar. Bəli. Çünki yəni bu problem sizə necə təsir eləyir? Çox yaxşı təsir eləmir. Məsələn, ürəyim partlayır. Açığı ki, məsələn, məndə beyində belə bir əsərlər var, ona qəşəng oturub yaza bilərəm. Alınmır və mən baxıram ki, günlər də gedir. Axı ağılda, beyində o səviyyədə deyil. Yəni getdikcə beyin də dəyişilir də. Yəni beyin yorulur, artıq onu yazmaq istəmirsən. Yaza da bilmirsən. Yəni baxırsan ki, 35-40 yaşında məsələn elə gözəl əsərlər yaza bilərdin, amma onu 60 yaşında alınmayacaqdı. Alındıra bilməyəcəksən. Sizdə olur, məsələn, məndə belə hal olur. Uzun illər beynimdə saxladığım bir mövzudur və kimsə onu yazdı. Mən elə bir ki, ertələdim sabaha, qayğılar, problemlər oldu və görürəm kimsə onu yazdı və özü yəni təqdim də etdi və necə? Olub, bəli. Mən də deməli bir uşaqlar üçün bir əsər yazırdım. 45 səhifə idi, Arı balası. Belə bir əsər idi, Arı balası. Və mən yazmışdım, nəşriyyata hazırlaşırdım. Bir nəfər mənə dedi ki, Azər, deyəsən sən biraz plagiatlıq eləmisən. Dedim, nə mənadır, başa düşmədim. Deyir, filankəs xaricdə spesialist var. Onun belə əsəri var. Hadisələr də bu məzmunda cərəyan edir. Mən həmin günü o qədər pis vəziyyətdə düşdüm. 45 səhifəli bir şey yaz. Yəni təsəvvür edin. 45 səhifəni yəni kitabı çevirəndə artıq 80-90 olacaq da. Yəni mən Word səhifəsilə deyirəm də. Getdim həmin əsəri tapdım, baxdım görüm eyniliklə. Təsəvvür edirsiniz, hadisələr eyniliklə cərəyan edir. Yəni ki, və mən əsəri cırdım, atdım təbii ki, sonra deyirlər. Yəni eyni ruhda, eyni beyində yazıçılar var da dünyanın hər bir yerində. Bəli. İndi dünyada belə götürək də. Əsas nədir? Detektivdir, xəyanətdir, sevgidir, eyni mövzulardır da. Dünyada yazılmayan bir şeylər qalmayıb. Heyvanlardan da yazılıb, hər şeydən yazılıb. Biraz indi yazmaq çətindir. Baxırsan ona necə yanaşırsan, sənin yanaşman necədir? Azər müəllim, siz sosial şəbəkələrdən bayaq danışdım. Çox aktiv izləyici kütləniz var və həmişə sizdə bunu bir dəfə deyəsən kitab təqdimatında da demişdim. Siz elə gözəl orada paylaşımlar qoyursunuz. Keçmişi yansıdan, retro paylaşımlar. Yayın günündə mən yeni filmlərinə baxıram. Təsəvvür edirsiniz bu nə demək? Bilmirəm, bəlkə özünə məxsusluğunuzdur bu sizin. Məsələn, kirpiləri çox sevirəm. Çünki uşaq vaxtı mənə kirpi deyirdilər. O məndə var. Yeni filmlərinə həddindən artıq çox baxıram. Təkəbbür insan qəlbinə oturdusa, yazıçının qəlbinə, o heç vaxt yaza bilməyəcək. Yaza bilmir. Və bəlkə də o məni xilas edir, o cür şeylər, retro, yeni filmlər ki, mən ruhumu qoruyub saxlayıram deyə. Və siz bunu bildirirsiniz. Çünki mən deyərdim ki, sizin ruhda insanlar çoxdur. Sadəcə onlar utanırlar. Məsələn, hər hansı bir multiplikasiya filmindən, məsələn, o dövrünün bir şəkil qoymağa deyir ki, mənə nə deyərlər? Nə deyərlər görürsən? Amma siz onu paylaşdıqca o sevinir, sizin şərh yazır, sizinlə danışır, nə gözəl. Çox gözəl qələminiz var. Mən deyərdim ki, gərəkli yazıçılarımızdan birisiniz və davam etməyinizi diləyirəm sizə. Yaradıcılıq uğurları diləyirəm sizə. Bugün bizim Yazı Masası rubrikamızın qonağı gözəl yazıçımız Azər Qismət idi. Verilişi sizin üçün hazırladılar müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Gece keçir yuxum fikir əsiri, elə bil çəkilir
Qara gözlərim qəlbim dəfn olunub bax diri-diri ey baxır ulduzlara gözlərim Qəhərin içində boğuluram mən parça parça olub dağılıram mən güneşlə yenidən doğuluram mən dikiləcək nazlı yara gözlərim qəhərin içində boğuluram mən parça parça olub dağılıram mən güneşlə yenidən doğuluram mən dikiləcək nazlı yara gözlərim Gece geçir yuxum fikir əsiri Elə bil çəkilib dara gözlərim Qəlbim dəfn olunub bax diri-diri Ey baxır ulduzlara Gözlərim Gece keçir yuxum fikir əsiri Elə bil çəkilib dara gözlərim Qəlbim dəfn olunub bax diri-diri Ey baxır ulduzlara Gözlərim Qəhərin içində boğuluram mən parça parça olub dağılıram mən güneşlə yenidən doğuluram mən dikiləcək nazlı yara gözlərim qəhərin içində boğuluram mən parça parça olub dağılıram mən güneşlə yenidən doğuluram mən dikiləcək nazlı yara gözlərim dikiləcək nazlı